Salam əziz həmkarlar. Howard Gardner çoxnövlü zəka nəzəriyyəsi. Time Test Bank 2026. Sual 1. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Şagird dərs zamanı öyrənilən fiqurlardan istifadə edərək quracağı konstruksiyanı xəyalında canlandırır. Baxın, xəyalında canlandırır. Şagird kubik rubriki düzəltmək üçün lazım olan algoritmi beynində canlandıraraq, beynində canlandırmaq, xəyalında canlandırmaq, bunlar hamısı nədir? Yəni, vizuallaşdırmaq. Məkan, vizual, zəka. D variantı. Sual 2. Sual işarəsinin yerinə uyğun gələn cavabı müəyyənləşdirin. Övladınız başqa uşaqlarla oynamağı sevirmi? Başqa uşaqlarla. Çətinliyə düşən dostuna məsləhət verə bilirmi? Ətrafındakı insanların nə hiss etdiklərini anlayırmı? Başqaları ilə ünsiyyət qurmağı sevirsə, başqalarına empatiya göstərməyi bilirsə, başqaları ilə oynamağı sevirsə, məsləhət verə bilirsə, bu nə idi? Şəxslər arası zəka, D variantı. 3. Uyğunluğu müəyyən edin. Şagird interaktiv formada qurulan dərslərdə daha çox fəallıq göstərdiyi müşahidə edilir. Baxın, interaktiv formada qurulan dərslərdə, yəni o dərsdə ya qrup işi var, ya kollektiv iş var, yəni qrup təşkil eləyir də. Bu qrup işlərində sevməyə bacarırsa, bu nə idi? Şəxslər arası intellekt, 1-1. Müəllim dərs prosesində tapmacalardan, rəqəmli oyunlardan istifadə edir. Tapmaca varsa, rəqəmli oyun varsa, təhlil etmək varsa, analiz etmək varsa, sistemləşdirmək varsa, bu məntiqi riyazidir. Müəllim tapşırıqları tək başına yerinə yetirməyə çalışır, müəllimin tapşırıqlarını. Tək başına özü yerinə yetirirsə, bu da fərd daxili intellektə aiddir. Deməli, 1-B, 2A, 3C. Bu deyilIr C variantı. Sual 4. Gardnerin çoxnövlü zəka nəzəriyyəsinə əsasən aşağıdakı fəaliyyətlərə uyğun zəkanı müəyyənləşdirin. Müəllim dərs zamanı səssiz oxu strategiyasından istifadə edir. Baxın, səssiz oxu strategiyası, yəni özü özlüyündə oxuyur. Bu nə idi? Bu, verbal lingvistik. Oxu varsa, verbal lingvistikdir. Müəllim sinifdə tənqidi təfəkkürü inkişaf etdirmək üçün Sokrat dialoqundan istifadə edir. Ümumilikcə yadınızda saxlayın. Əgər Sokrat dialoqu varsa, tənqidi təfəkkür varsa, bu artıq olacaq məntiqi riyazi. Müəllim şagirdlərə öyrənilən mövzunun izahını təsvirlərlə çatdırır. Təsvir edirsə, canlandırırsa, vizuallaşdırırsa, bu məkan vizual. Müəllim riyazi terminləri şagirdlərə öyrətmək üçün rollu oyun strategiyasından istifadə edir. Rollu oyun oynamaqdır. Yəni, hərəkətdir, nəysə səhnələşdirməkdir. Yəni, rollu oyunda simulyasiyadır. Bunlar hamısı aiddir bədən kinestetikə. 1-D, 2-B, 3-A, 4-C. Bu deyilIr B variantı. Sual işarəsinin yerinə uyğun gələn variantı müəyyən edin. Baxın, şagird hər həftə sonu meşə gəzintilərində iştirak edir. Meşə gəzintiləri, təbiəti sevir. Şagird ətraf mühitin qorunması ilə bağlı bir neçə cəmiyyətin üzvüdür. Ətraf mühitin qorunması, təbiət, meşə, heyvan, canlı, bu nə idi? Naturalist, zəka, Y variantı. Şagird erkən yaşlarında rəssamlığa maraq göstərmiş. Baxın, rəssamlığa. Çəkdiyi rəsm əsərləri sərgilərdə nümayiş olunaraq mükafatlar qazanmışdır, rəsm sərgiləri. Müəllim onun bir gün dünya şöhrətli rəssam olacağına inanır. Rəssam. Əgər şəkil çəkməyi sevirsə, dünya şöhrətli, məsələn, rəssam olacaqsa, şəkillə, tablo ilə işləyirsə, bu məkan vizualdır. Xəyalında canlandırır, təsvirlərlə öyrənməyə bacarır. Oldu məkan vizual. Sual 7. Boş xanalara yerinə uyğun gələn cavabı seçərək sxemi tamamlayın. Aha, gəlin tamamlayaq. Bizdən nəyi soruşur? Fərd daxili intellekt.
Tez-tez sakit bir güşəyə çəkilib tək qalmağı və çalışmağı sevir. Tək qalmağı və çalışmağı sevirsə, bu aiddir fərd daxiliyə. Komanda oyunları zamanı liderlik nümayiş etdirir. Komanda oyunları zamanı. Bu artıq olacaq şəxslər arası. Təbiətdə tapdıqlarını yaxından incələməyə xoşlayır. Təbiətdə tapdıqları varsa, bu naturalistdir. Yuxularını yadda saxlayaraq danışır. Bu da aid deyil. Özünün güclü və zəif tərəfləri haqqında məlumatlıdır. Özünün güclü və zəif tərəfləri. Bunlar aiddir artıq fərd daxiliyə 1-5. Yəni özünü tanıyırsa, belə deyim, özünü məsələn tək başına işləməyi sevirsə, bunlar hamısı nəyə aid olur? Fərd daxiliyə aid olur. Sual 8. Müəllimin tapşırığını qrup şəkildə yerinə yetirməyi sevir. Qrup şəklində yerinə yetirməyi sevirsə, şəxslər arasıdır. Bu intellektə sahibləri müəllimin təbiətdə apardığı dərsi daha çox sevir. Təbiət varsa naturalistdir. Bu intellekt sahibləri ən çox sevdiyi dərs material kitablar, audio kitablar, səs yazan vasitələri, kitab varsa verbal lingvistikdir. Bu intellektə sahiblərin ən çox sevdiyi dərs ləvazimatları, kalkulyator, dəqiq fənlərin dəqiq üçün lazım olan avadanlıqlar, kalkulyator varsa məntiqi riyazidir. Bu intellektə sahiblərin ən çox sevdiyi ləvazimatlar xəritələrdir. Bu da aiddir məkan vizual. Bu intellekt sahibləri dərsi kiməsə danışaraq öyrənir. Kiməsə şəxslər arası varsa, deməli başqa şəxslər də var. Bu deliyir Y bəndi. Müəllim sinifdə istifadə etdiyi strategiya şagirddə yeni keçirilən mövzunun əsas ideyasını şəkillə ifadə edir. Şəkil varsa, tablo varsa, beynində canlandırırsa, bu məkan vizualdır. Şagirdin hazırladığı layihə üzrə müəllim könüllü olanları sahibsiz itlərə qayğı mərkəzi apardı. Ümumiyyətcə təbiəti sevirlərsə, heyvanlarla işləməyi sevirlərsə, məsələn, bitkiləri sevirlərsə, bunlar naturalist intellektə malikdir. G variantı. İçəri şəhərə təşkil edən gəzinti zamanı birinci qrup şagirdlər Şirvanşahlar Sarayına, Qız Qalasına baxmaq üçün tələsərkən, ikinci qrup şagirdlər kitab sərgisinə, kitablara baxırdılar. Deməli, birinci qrup şagirdlər məkana baxmağa gedirlər. Şirvanşahlar, Qız Qalası, bu olur məkan vizual. İkinci qrupda kitabdan istifadə edirsə, kitab oxumağı sevirsə, yazı yazmağı sevirsə, bu da verbal lingvistik oldu B variantı. Müəllim peşələrlə bağlı mövzunu tədris edərkən çörəkçi peşəsindən danışır. Şagirdlərə çörəyin bişirilmə prosesini əks etdirən video izlədir. Daha sonra müəllim şagirdlərə sual verir. Bir çörəkçi bir gündə 10 çörək, 2 çörəkçi 3 gündə neçə çörək bişirər? Bunu tapmaq üçün nə eləmək lazımdır? Əlbəttə ki, hesablamaq etmək lazımdır. Hesablama varsa nədir? Məntiqi riyazi. Və əlavə olaraq hər hansı bir peşədən danışır. Peşəyin bişirilmə prosesini əks etdirən video izlədir. Video varsa, şəkil varsa, tablo varsa, slayd varsa, bu nədir? Məkan vizual. Deməli, məntiqi riyazi, məkan vizual. C bəndi. Müəllim sinifdə Füzulinin yaradıcılıq gecəsini keçirəcəyini bildirir. 2 dəfə təkrarlayıb yaradıcılıq. Şagirdlərdən biri tədbirin ssenarisini, digəri isə tədbirin büdcəsini hazırlamalıdır. Baxın, biri var ssenarini səhnələşdirə. Ssenarini səhnələşdirmək bədən kinestetikdir. Amma ssenarini hazırlayıb yazmaq verbal lingvistikdir. Büdcəni hazırlamaq da büdcəni hesablamaq olur məntiqi riyazi. C variantı. Qanuna uyğunluğu müəyyənləşdirib, valideyn üçün çoxnövlü zəka barədə sorğunu tamamlayın. Övladınız xırda həşəratları, gülləri və daşları sevirmi? Təbiətdə tapdıqları yaxından incələməyi xoşlayırmı? Ay və ya qabarma çəkilmə kimi hadisələri müşahidə edib onların izahına qulaq asmağı sevirmi? Bu naturadır, naturalistik.
Təbiət varsa, həşərat varsa, gül varsa naturalistikdir. İndi biz naturalistiki tapmalıyıq. Baxın, B variantına baxın. Buradan bizi çağırır canlı. Hər hansı bir canlı ilə maraqlanıb, onun barəsində hər şeyi öyrənməyə maraq göstərirmi? Canlını sevirsə, təbiəti sevirsə, gülü sevirsə, bu olur naturalist. B bəndi. Boş xanalara uyğun gələn cavabı müəyyən edib yazın. Baxaq, övladınız hekayə danışmaqdansa şəkil çəkməyi sevirmi? Şəkil varsa onsuz da vizuallaşdırıb, məkan vizual. Yeni məkana gedəndə tez bir zamanda ora uyğunlaşa bilirmi? Məkan vizual. Əşyaları hissələrə ayırıb sonra yenidən bir araya gətirməyə çalışırmı? Bu da məkan vizual. B bəndi, yəni gözü ilə gördüyünü sonradan bir-birinə uyğunlaşdıracaq. Bunlar hamısı məkan vizuala aiddir. B variantı. Məkan vizualda göz yaddaşı güclü olur. Sual işarəsinin yerinə yazılmalıdır. Erkən yaşlarında yüksək səviyyəli düşüncələri ilə fərqlənirlər, öz hisslərini anlayıb idarə edə bilirlər, öz. Bu intellektə sahib olan insanlar özünə kənardan baxmaq, öz həyat haqqında düşünə bilmək imkanı yaradan fərdi refleksiya bacarıqlarına sahib olurlar. Bu fərd daxilidir. Ancaq özündən danışır. Öz varsa fərd daxilidir. İndi burada digər şəxslər var. Dostları ilə ünsiyyətdə məmnun olurmu? İfadələrin yoldaşlarının əhvalını anlayırmı? Çətinliyə düşən dostuna məsləhət verə bilirmi? Digərlərinə empatiya hissi ilə yanaşırmı? Digər şəxsləri düşünürsə, bu şəxslər arası intellektə malikdir. Hansı fikir yanlışdır? Baxaq, məntiqi riyazi intellektə sahib olan insanlar təcrübələr aparmağı, tapmacalar, məsələlər həll etməyi sevirlər. Bir doğrudur. Fərd daxili intellektə sahib olan insanlar utancaq və özünə qapanaqdırlar. Bu səhvdir. Baxın, utancaq deyirlər. Sadəcə qərar qəbul edərkən tək başına qərar qəbul edirlər. Yəni kiminsə təsiri altına düşmürlər. Deməli ki, yanlışdır. Şəxslər arası intellektə sahib olan insanlar komanda işləməyi bacarırlar, sevirlər, düzdür. Naturalist intellektə sahib olan insanlar digər insanlarla ünsiyyət zamanı öyrənirlər, bu şəxslər arasına aiddir. Naturalistə yox. Naturalist təbiəti sevir. Deməli oldu 2-4 Y variantı. Daha sonra klasteri tamamlayın. Müəllim şagirdlərə məsələnin şərtini, şəklini çəkməyə tapşırır. Şəkil var burada artıq. Müəllim şagirdlərə hekayə xəritəsi qurmağı tapşırır, verbal lingvistik. Müəllim şagirdlərə verilmiş problemin müxtəlif həll yolunu tapmağı tapşırır. Müxtəlif həll yolları varsa məntiqi riyazi. Müəllim şagirdlərə görülən işlərin gündəliyini yazmağı tapşırır, verbal lingvistik. Müəllim şagirdlərə ekskursiyadan sonra mövzu ilə bağlı esse yazmağı tapşırır, verbal lingvistik. Müəllim şagirdlərə verilən informasiyanı xəyalında canlandırmaq tapşırır. Canlandırmaq varsa, şəkil varsa, tablo varsa, bu aiddir məkan vizual Y variantı. Övladınız tez-tez sakit bir guşəyə çəkilib tək qalmağı sevirmi? Bu aiddir fərd daxili. Daha sonra, onun üçün xüsusi məna daşıyan əşyaları toplamağı sevirmi? Bu da fərd daxilidir, öz üçündür. Haqqında çox az danışdığı, lakin çox sevdiyi məşğuliyyət varmı? Bu da fərd daxilidir. Güclü və zəif tərəflərindən xəbərdarmı? Bunlar fərd daxili intellektdən malikdir. Y variantı. Şagird zəngin təsəvvürü ilə, söz ehtiyatı ilə seçilir. O maraqlı nağıllar yazmağı, müxtəlif səhnələrdə şəkillər çəkməyi çox sevir. Maraqlı nağıl yazırsa verbal lingvistik. Şəkil çəkməyi sevirsə məkan vizual. Deməli oldu Y variantı. Şagird dərs zamanı məsələni həll etməzdən əvvəl onun vacib elementlərini təsəvvüründə canlandırır. Canlandırma varsa nədir? Məkan vizual, yəni vizuallaşdırır da, canlandırır.
Uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Problemləri həll edərkən daima əsaslı mühakiməyə əsaslanan, güclü sistemli şəkildə planlaşdıran insanlarda məntiqi riyazi təfəkkürü inkişaf etmiş insanlardır. Doğrudur. Təhlil edirsə, sistemləşdirirsə, bunlarda məntiqi riyazidir. Yarpaq və balıq qulağı kolleksiyası toplamağa maraq göstərən şagirdlərdə naturalist, bu da doğrudur. Təbiətlə işləməyi sevirsə, canlıları sevirsə, naturalistdir. Məktəblər arası olimpiyadada birinci yerə layiq görülən şahmatçı, məntiqi riyazi, əlbəttə, yəni olimpiyadada birinci yerə layiq görülən özü şahmatçı. Şahmat oynamaq üçün güclü məntiq lazımdır. Üç də doğrudur. Məktəb həyətində öz siniflərinə ayrılan sahədə bitkilər əkməyə maraq göstərən şagirdlər naturalist. Bu da doğrudur. Bitki varsa, heyvan varsa, gül varsa naturadır. Deməli, yanlışım yoxdur. Doğrumdan 1-lə 2, C variantı. Klasteri tamamlayın. Şəxslər arası intellektə malik şagirdlərin sevdiyi məşğuliyyətdir. Qrup oyunlarına qatılmaq. Baxaq. Video və slaydlardan istifadə etmək, məkan vizual, şəkilli kitablara üstünlük vermək, məkan vizual, incəsənət muzeylərinə getmək, məkan vizual, canlı guşələrin qurulmasında aktiv iştirak etmək, məkan vizual, sosial yığıncalaqlarda həvəslə iştirak etmək aiddir şəxslər arası, yəni müxtəlif qruplarda, müxtəlif fəaliyyətlərdə olurlar. Müəllim mövzuları izah edərkən həm qrafiklərdən, qrafik varsa nədir? Məkan vizual. Həm də şifahinik. Şifahinik nədir? Söz. Bu da verbal lingvistik. A variantı. Bu intellektə sahib olan uşaqlar yoldaşlarının üz ifadəsini, səs tempini, səs tonunu, jestlərinin incəliklərinə qədər hiss edirlər. Eyni ilə bu siqnallara qarşı daha həssas olurlar. Yoldaşına, qarşındakına empatiya hissi varsa, şəxslər arası intellektə malikdir. Y variantı. Verilmiş xüsusiyyətə uyğun intellekt növünü müəyyənləşdirin. Layihə çərçivəsində şagird özünün dəyərləri haqqında təqdimat hazırlayır. Özü varsa fərd daxili. Layihə çərçivəsində nitq qabiliyyətləri inkişaf edir. Verbal lingvistik. Sosial bacarıqlar inkişaf edir. Bu da şəxslər arası. A bəndi. Sosial bacarıq, yəni ətraf mühit deməkdir. Klasteri tamamlayın. Metakognitiv bilikləri inkişaf etmiş olur. Özünün, metakognitiv bilik özümüzə aid olandır da. Özün varsa nədir? Fərd daxili. Fərd özü haqqında aydın təsəvvürə malik olur. A bəndi. Baxın, jest və mimikalardan istifadə edirsə, bədən kinestetik. Əl işləri hazırlayırsa, bədən kinestetik. Başqalarını inandırır, manipulyasiya edirsə, şəxslər arası. Məkanın istiqamətini bildirir, məkan vizual. Deməli, A bəndi oldu. Fövqəladə hadisələr zamanı ilk yardım göstərin. Baxın, hadisə zamanı ilk yardım göstərmək bir əl-qol hərəkətləri var da, bədən kinestetikdir. Və qarşındakına empatiya hissi duyub ilk yardım göstərirsənsə, həm də şəxslər arası intellekt var. C bəndi. Şagird oxuduğu əsər əsasında çəkilmiş filmə baxdıqda məzmunu daha yaxşı anlayır. Filmə baxdıqda, oxuduğu əsəri görüb, verbal lingvistik götürməyin. Filmə baxdıqda. Hər hansı bir filmə, videoya baxırsa, bu məkan vizualdır. B bəndi. Müəllim şagirdə tapşırır ki, cütlərlə işləyib baharla bağlı söz və ifadələri dəftərində yazsınlar. Sonra isə onları Singveyini tamamlamağı tapşırır, yəni beşliyi. Bu nədir? Əlbəttə ki, söz varsa, dəftər varsa, yazı yazırsa, verbal lingvistik. A variantı. Üzürlü sayın. Sual işarəsinin yerinə hansılar yazılmalıdır? Təsvir və şəkillərlə işləməyi sevir, toxunmaqla öyrənir. Toxunmaqla öyrənirsə, bu olacaq bədən kinestetik. Fərd daxili nədir? Öz hisslərini, məqsədlərinə və ehtiyaclara əsasən davranırlar. Bu da fərd daxilidir.
C variantı. Şagird işğaldan azad edilmiş ərazilərinin tarixi görünüşünün bərpası ilə bağlı layihə hazırlamağı tapşırır. Aha, layihə. Bu layihəni qısa müddətdə həyata keçirilməsi üçün plan hazırlamaq, qısa müddət. Baxın, başlığı oxuyuruq. Məsələn, işğaldan azad edilmiş ərazi. Bura qədər məkan vizualdır. Amma plan hazırlayırsa, qısa müddətdə edirsə, bu məntiqi riyazidir. D variantı. Uyğunluğu müəyyən edin. Gəlin müəyyən edək. Bu intellektə sahib olan insanlar obyekt, forma, rəng, teksturaları bir-birindən asanlıqla fərqləndirir. Bu əlbəttə ki, məkan vizualdır. 1-ə A. Daha sonra bu intellektə sahib olan insanlar sistemləşdirmək, plan qurmaq, analiz etmək bu məntiqi riyazidir. 3-ə B. Güclü fiziki koordinasiyası ilə digər intellektə sahib insanlardan fərqlənir. Fiziki gücü varsa, bu da bədən kinestetikdir. 1A, 2C, 3B. Bu deyir A variantı. Müəllim şagirdlərin hər birinin səviyyəsinə uyğun tapşırıq hazırlayır. Səviyyəsinə uyğun. Hər birinə yaxınlaşaraq çətinlik çəkdikləri məqamlarla bağlı istiqamət verir. Görsüz hər birinin səviyyəsinə, deməli tək halda tapşırığı yerinə yetirirlər. Tək nədir? Fərd daxili intellekt. C variantı. Şagird özünü yoxlama materiallarından istifadəyə üstünlük verir. Daima öz nailiyyətlərini izləmək üçün şəxsi jurnal tutur. Özü varsa, bu olur fərd daxili. C variantı. Uyğunluğu müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışı. Verbal lingvistik zəkanın inkişaf etdiyi şagirdlər üçün oxuyub yazaraq öyrənmə tərzindən istifadə daha uyğundur. Bu doğru variantdır. Debat üsulundan istifadə məntiqi riyazi zəkası inkişaf etmiş şagirdlər üçün daha maraqlıdır. Bu da doğrudur. Şəxslər arası zəkası inkişaf edən şagird layihə işinə cəlb etmək daha məqsədə uyğundur. Bu da doğru fikirdir. Oxuduğu nağıldakı hadisələrin maketini hazırlamaq, nəsə əl-qol hərəkəti var da, bədən kinestetik. Bu da doğrudur. Deməli, yanlışım olmadığı üçün doğrumdan 1-2. A variantı. Şagird mürəkkəb problemləri təhlil etmək, onları idarə edilə bilən komponentlərə bölmə bacarığına malikdir. Təhlil varsa, analiz varsa, fikrini əsaslandırmaq varsa, bu məntiqi riyazidir. C variantı. Baxdığınız film qəhrəmanlarının nümunəsində vacib mənəvi keyfiyyətləri izah edin. Baxın, baxdığınız film qəhrəmanları nümunəsində baxdıqdan sonra sən vacib mənəvi keyfiyyətləri izah edirsənsə, artıq danışırsan. Söz var burada, söz yaradıcılığı var, öz sözlərinlə izah edəsən. Bu olacaq verbal lingvistik. Şagird dərs zamanı çox vaxt əlindəki qələmi ritmik şəkildə ritm vurur. Ritmik vurursa nədir? Musiqi, ritm, zəka. D variantı. Ardıcıllığı tamamlayın. Özünü aydın izah edir, sözlər vasitəsilə düşünür, formal çıxışlar edir. Aydın izah etmək, söz vasitəsilə düşünmək, formal çıxış etmək verbal lingvistikdir. Yaradıcı yazılar yazır. Elə A variantı. Müəllim tədris edərkən Frayer modelindən istifadə edir. Frayer modeli, məsələn, hər hansı bir tutalım ədat verilib, ədadın xüsusiyyətini yazır, nümunə göstərir. Bunlar hamısı nədir? Verbal lingvistik. Bəzi şagirdlərin marağını cəlb edir. Bu üsulla işləmək həmin şagirdlərdə daha uğurlu olur. Bu verbal lingvistikdir. Şagirdlərdən biri uzun müddət bir yerdə oturmağı sevir, yerində hərəkət edir. Hərəkət etmək varsa bədən kinestetik və yoldaşlarına mane olmağa başlayır. Müəllim bunu nəzərə alaraq müxtəlif sinif fəaliyyətlərindən istifadə edir. Bədən kinestetik hərəkət var. Müəllim sinifə ilin müxtəlif vaxtlarında havanın temperaturu, təzyiqi, yağıntıların miqdarını, küləyin istiqaməti haqqında məlumatları müqayisə etmək. Müqayisə etmək nədir? Məntiqi riyazi intellekt.
Şagird özlərini təmsil edən bir cədvəl yaratmaq istəyir, özünü təmsil edir, əlbəttə ki, fərd daxili. Öz maraqlarını, özünün güclü və zəif tərəflərini, bu fərd daxili intellektə malikdir. B variantı. Müəllim şagirdlərə qayçı, yapışqan və ləvazimatları təmin edib. Onlara şəkilli təlimatlardan istifadə edərək heyvan fiqurları hazırlamağı tapşırır. Artıq burada nəsə hazırlayır. Əl-qol hərəkətləri, heyvan fiquru hazırlamaq varsa bədən kinestetikdir. Müəllim 1-ci sinif şagirdlərinə dərs zamanı dincəlmək üçün fiziki hərəkətlər elətdirir. Bədən kinestetik. Hərəkət varsa yadınızda saxlayın, bədən kinestetikdir. Şagird bayramda qocalar evinə səfər təşkil etmək üçün təklif irəli sürür. Qrup işi zamanı, qrup işi varsa əlbəttə ki, şəxslər arası. Aktivlik göstərir, yoldaşları arasında bölür, bu şəxslər arasıdır. Yarışın şərti belədir. Şagirdlər müəyyən olunmuş ərazini ən qısa və ən düzgün yol keçmək üçün plan hazırlayırlar. Baxın, əslində burada plan hazırlamaq varsa, siz məntiqi riyazini götürməlisiniz. Amma varianta baxırsınız ki, məntiqi riyazi yoxdur. O zaman müəyyən olmuş ərazi deyir. Ərazi varsa, bu artıq məkan vizualdır. Amma variantlardan məntiqi riyazi olsa, əlbəttə ki, məntiqi riyazini götürəcəksiniz. Diqqət mərkəzində olmağı sevir. Komanda işində liderlik bacarığı var. Liderlik varsa, bu şəxslər arası intellektdir. Y variantı. Verilmiş xüsusiyyətlərə əsasən sual işarəsinin yerinə nə yazılmalıdır? Mövcud şəraiti ilə insanları təhlil etməyi sevir, əlaqəli suallar verməyi sevirsə məntiqi riyazidir. Təhlil etmək, plan qurmaq, sistemləşdirmək. Müəllim sinifdə istifadə etdiyi strategiya şagirdlərin oxuduqları hekayə ilə bağlı fərdi şəkildə qeydlər aparmağı, sonra isə lövhədə verilən müzakirə xəritəsini bütün siniflə birlikdə tamamlamağı. Bu əlbəttə ki, verbal lingvistikdə qeyd aparacaq, yazı yazacaq, müzakirə xəritəsi sözlərdən istifadə olunur. Müəllim dərsini oyun əsaslı öyrənmə metodu ilə qurur. Oyun oynamaq varsa bədən kinestetikdir. Toxunaraq öyrənirsə bədən kinestetikdir. A variantı. Sinif kitabxanasındakı rəfləri və kitabları yararlı və sistemli şəkildə yerləşdirmək. Bu olacaq məntiqi riyazi. D variantı. Müəllim sinifdə istifadə etdiyi strategiya şagirdə keçirilən materialı kontekst daxilində tamaşa halında səhnələşdirmək. Səhnələşdirmə varsa bədən kinestetikdir. Y variantı. Oldu həmkarlar, bu qədər.